Salam, əziz uşaqlar. Səriştə əsaslı tapşırıqlarla işimizi davam etdiririk. Bunun üçün biz sizinlə artıq 2 sualını, izahını verdiyimiz videoların ardı olaraq yeni bir videoya baxaq və bu videoda siz 3-cü tapşırığı həll edəcəksiniz. İstixana effekti həqiqətdir yoxsa uydurma? Siz mətn hissəsi ilə bundan əvvəlki tapşırıqlarda tanış olmuşdunuz. Birbaşa gəlin sizinlə 3-cü tapşırığa baxaq. Sual 3. Andre təkid edir ki, yer atmosferinin orta temperaturunun artması karbon dioksid emissiyasının artması ilə əlaqəlidir. Lakin Jan onun nəticəsini tələsik hesab edir və belə deyir. Bu nəticəni qəbul etməzdən əvvəl istixana effektinə təsir edə biləcək digər amilləri sabit olduğuna əmin olmalısan. Janın nəzərdə tutduğu amillərdən birini adlandırın. Bu amilləri adlandırmaq üçün biz sizinlə bir neçə fikrə gəlin münasibətimizi bildirək. Siz artıq qrafiklə tanışsınız. Bu qrafik üzərində müqayisələri aparmışdınız. İndi isə Janın hansı amilləri nəzərə tutduğunu və sizin hansı amilləri nəzərə tutduğunu hesab etdiyinizi gəlin sizinlə birlikdə araşdıraq ki, hansı amilləri söyləsəz, bu zaman siz bu tapşırıqdan yüksək bal alarsınız. Gəlin bu məsələni sizinlə birlikdə araşdıraq. Bunun üçün yenə də qrafiklərə diqqətlə baxaq. Həm qrafiklərdən, həm də bizim bu proseslə əlaqədar istixana effekti, qlobal istiləşmə ilə əlaqədar olan prosedural biliklərimizə nəzər salıb tapşırığı həll edək. Deməli, Janın nəzərdə tutduğu amillər hansılar ola bilər? Məsələn, günəşdən gələn enerji və ya radiasiyaya istinad etməyi, eyni zamanda günəşin istiliyi, bəlkə də yer kürəsinin mövqeyinin dəyişməyi, yerdən əks olunan enerji, başqa bir fikri söyləyə bilərsiniz ki, bu hansı fikir ola bilər? Təbii komponentlər və ya potensial çirklənmələrə istinad edə bilərsiniz. Bundan başqa havanın rütubətini, buludların olmasını, vulkan püskürmələri kimi hadisələr, atmosferin çirklənməsi, atmosferdəki digər o fosil yanacaqlar yanan zaman atmosferin çirklənməsini, avtomobillərdən çıxan qazları və bu kimi fikirlər söyləyə bilərsinizsə, bu demək olar ki, sizin doğru cavabınızın olduğunu göstərəcək. Lakin əgər siz yalnız karbon dioksid konsentrasiyasına təsir edən səbəbləri qeyd etsəniz və yaxud da meşələrin qırılması kimi bir səbəbləri qeyd etsəz, bu sizə bal verməyəcək. Digər bal verməyən cavablar nə ola bilər? Atmosferə buraxılan karbon dioksidin miqdarı haqqında sadəcə fikir söyləyəsiniz. Fosil yanacaqlar cavabını verəsiniz. Yəni, heç bir fikir söyləmədən fosil yanacaqlar yazasınız və yaxud da hər hansı bir qeyri-müəyyən faktorları, gübrələr, spreylər, havanın vəziyyəti və s. kimi qeyri-müəyyən bir faktorlar göstərmişsiniz, lakin heç bir izah verməmişsiniz. Və yaxud da ümumiyyətlə sualı cavablandırmamışsınız. Belə olan halda isə yəqin ki, sizə bal verilməyəcəyini bilirsiniz. Ümid edirəm ki, bu izahlar sizin üçün müəyyən qədər kömək etdi. Yəni, bu tapşırığı həll etmək üçün sizin istixana effekti, qlobal istiləşmə haqqında olan bilikləriniz sizə kifayət qədər kömək edəcək. Diqqətinizə görə minnətdaram.